Əgər iPhone 16, 17 model işlədirsənsə, bu videoya axıra qədər bax. Lazım olacaq sənə. Hər kəs salam əziz və dəyərli izləyicilər. Bugünkü videomuz iPhone 16 və 17 modellərinin şarj mikrosxeminin tez sıradan çıxması ilə bağlı olacaq. Bildiyiniz kimi mən illərdir Azərbaycanda işləyirdim və son zamanlar Gürcüstandayam və bir neçə aydır ki, mən burada yalnız gördüyüm iş yalnız iPhone 16 Pro, iPhone sadə 16 və 17 Pro seriyalarının şarj mikrosxemini dəyişmək. Gördüyümüz şarj mikrosxemi eyni bu. Plata 16 Pro-nun platasıdır. Ustalar belə. Yəni ən çox sıradan çıxan mikrosxemdir və bunu hər dəfə baş verməməsi üçün təbii ki, A-klass adapterlərdən istifadə eləməməlisiniz ki, bu telefonları tez sıradan çıxardır. Bunların da başlıca səbəbi odur ki, əvvəlki modellərdə məsəl üçün iPhone 11, 12, 14 seriyasına qədər adapterlər, yəni 5 voltla 5 volt sadəcə amperi yuxarı adapterlərdən istifadə edirlər. Ancaq bu yeni modellərdə iPhone 15, iPhone 16 və iPhone 17 seriyalarında iPhone 15 9 voltla şarj olur, iPhone 16, 17 seriyası isə 15 voltla, 15 volt və yuxarı amperlər 1.1-2 amper arası şarjla qidalanır. İstifadə edirsiniz. Yəni ki, bu mənim iPhone 13-ün adapteri idi. Mən bununla iPhone 16-nı 17-ni də şarj eləməliyəm deyil. Ustalar bu şarj mikrosxemini dəyişən zaman bütöv mərtəbəni ayırır bəzi hallarda. Ancaq biz onu ayırmırıq. Yəni işin maksimum dərəcədə ehtiyatlı olmaq üçün mən bunu bu aparat, bu YEPROM yazan aparatın içine yerləşdirirəm və görünür. 5 volt. Sadəcə qeyd edirəm və buradakı YEPROM oxunur. Yəni ki, mənim əlimdəki donor YEPROM, donor patanın üzərindəki YEPROMu oxuyuram və yenidən yazıram başqa bir kələm yüklərim.